Endokrin sistemin tənzimləyicisi hipofiz vəziri. Kütləsi yarım qrama çatmır. Bu kiçik ət parçası hipotalamusdan gələn məlumatlar sayəsində sizin hansı şəraitdə nəyə ehtiyacınızın olduğunu bilir. İnsan orqanizminin nə qədər böyüməsinin lazım olduğunu bilən və bu həddə çatdığı zaman inkişafı dayandıran orqan hipofiz vəziri. Qan təzyiqi aşağı düşəndə hipofiz damarların ətrafındakı əzələləri yığaraq damar mənfəzini daraldır. Qan təzyiqini artırır. Ana südü yeni doğulmuş bir körpə üçün həyati əhəmiyyətə malikdir. Hipofiz vəzi körpənin bu ehtiyacını da yaxşı bilir. Doğuşa az bir müddət qalmış, onun göndərdiyi prolaktin hormonu ananın süd vəzlərini hərəkətə gətirir və süd ifraz olunmağa başlayır. Doğuş yaxınlaşdığı zaman ifraz etdiyi oksitosin hormonu isə uşaqlıq əzələsini hərəkətə gətirir. Dərinin günəş altında qəhvəyi rəngə çalması əslində bədəni günəşin zərərli təsirlərindən qorumaq üçün hüceyrələrin gördüyü tədbirdir. Hüceyrələrə melanosit stimula edici hormon göndərərək bu müdafiə əmrini verən yenə də hipofiz vəzidir. Bədənimizdə endokrin sistemin işi mərhələli gedir. Məsələn, beyin düşdüyümüz vəziyyəti stres kimi qəbul etdiyi zaman hipotalamusa xəbər göndərir. Hipotalamus kortikoliberin adlı hormon istehsal edir. Bu hormon hipofizə təsir edərək ona adrenokortikoid hormonu ifraz etdirir. O, qan vasitəsilə böyrəküstü vəzə çatdırılır və buradan qana kortizol ifraz olunur. Adrenalin, noradrenalin və kortizol qana düşərkən şəkərdən də istifadə edərək bədənimizin gücünü və enerjisini kəskin surətdə artırırlar. Adrenalin təhlükə anında həyati vacib orqanlara daha çox qanın getməsinə kömək edir. Ürəyə, beyinə və əzələlərə gedən qan damarlarını genişləndirir. Bronx ətrafındakı əzələləri isə boşaldaraq bronxları genişləndirir ki, bədənə daha çox oksigen daxil ola bilsin. Eyni zamanda qaraciyərə və dəriyə gedən damarları daraldır. Adrenalinin təsiri ilə tük kökündəki əzələlər yığılır, tüklər dikəlir, tər vəzinin dibindəki əzələlər də yığılır və tərləmə başlayır. Bu zaman dəridə hər hansı bir zədələnmə olanda qan itirilməsinin qarşısı alınmış olur. Hədsiz həyəcanlandığımız zaman dəridə müşahidə edilən solğunlaşmanın səbəbi budur. Bir sözlə, bədən stresə cavab olaraq ya qaçmaq, ya da döyüşmək üçün hazır vəziyyətə gətirilir. Bu mexanizm qoruma refleksləri adı altında insanın sağ qalması üçün verilmiş proqramdır. Adrenalinə bəzən biz stres hormonu, həmçinin də bir balaca onu qorxu hormonu da adlandırırıq. Yəni ona hətta bəzi yerlərdə loru dilində dovşan hormonu da deyirlər. Ancaq noradrenalin əksinə bizdə şir hormonudur. Yəni noradrenalin bizdə artdıqda bu zaman qan təchizatı çoxalır və bizim əzələlərimiz daha çox qanla təchiz olunur və biz elə bil biraz da əlavə güc qüvvə əldə eləmiş oluruq və bunun hesabına biz daha fiziki cəhətdən aktivləşmiş, daha fiziki cəhətdən hər şeyə qadir olmuş kimi özümüzü hiss eləməyə başlayırıq. İnsan ufkunun boyutlarının ne olduğu hakkında çok bilgi sahibi değiliz. Biz bağırsağımızın %85'i hakkında bilgi sahibi değiliz. Biz birçok hormonun, birçok enzimin ne işe yaradığını artık hala biliyor değiliz. Tıpta bazen yenilikler olur. Sebebi budur. Elektron mikroskobu çıktıktan sonra çok fazla şey değişti zaten.